Salam əziz şagirdlər. İndi isə mən sizə buraxılış əsasında olan 40 dənə sualın izahını verəcəm. Bu 40 sual ümumilikdə imtahana düşmüş suallardır və şagirdlərə test zamanı yazdırdığım üçün izahını təkrardan baxıb bir neçə mövzunu xatırlamaqları üçün dəstək olsun deyə edirəm. Gəlin elə isə birinci sualdan başlayaq və çalışacağıq ki, bir çox misallarda sadəcə düstur yönümlü, mexaniki yollara müraciət edək. Məsəl üçün, birinci sualda deyir ki, diaqonalları 4 və 4 köküc olan rombun iti buzağının dərəcə ölçüsü. Bunu düsturla da baxa bilərsiniz və yaxud da ki, ümumi xassələrinə. Rombun diaqonalları bir-birinə perpendikulyardır. Yəni, hər bir kəsiklərin arasındakı buzaq 90 dərəcədir və diaqonallar kəsişmə nöqtəsindən yarıya bölünür. Məsələn, kiçik diaqonal 4-dürsə 2-nin 2-yə, böyük diaqonal 4 kökücsə 2 kökücün 2 kökücə. Fiqor teoreminə əsasən katetlərin kvadratları cəmi hipotenuzun kvadratıdır. 2-nin kvadratı, 2 kökücün kvadratı bizə 4 verir. Aha. İndi təzədən Fiqora əsaslanaq. Burada da ki, sinüslər teoreminə falan ehtiyac olmur. Birbaşa. Bax, 4-ün qarşısına 2 düşür və bura 2 köküc yazıb. Deməli, yarısı və yarısının kökücü. Deməli, 30 dərəcəli buzaq qarşısındakı katet, hipotenuzun yarısı. 45 dərəcə yarısının kök adda 2 hissəsi. Hasili 60 dərəcə isə yarısının kök adda 3-üdür. Bizdən iti buzağı soruşduğu üçün 30-30. Yəni iti buzağımız 60, kör buzağımız isə 120 dərəcədir. Bu bizim üçün bizə dediyi rombun iti buzağını tapan o da elə də 60 dərəcə. İkinci, x kvadratı çıxılsın 12 üstə gəlsin ki, bərabər 0. Tənliyin kökləri fərqi 6-dır. Yəni x1 çıx x2 bərabər 6. Və Viye teoreminə görə bilirik ki, tənliyin kökləri cəmi isə x kvadratın əmsalı a olanda x-in əmsalının tərsi. Yəni 10. Alt-alta toplayaq. Topladığımız zaman x2-lər getdi. Daha sonra tapdığımız kəmiyyətdən birini aparıb yerinə qoyaq. 8 çıx x2 bərabər 6. x2 də bərabər 2. Viye teoreminə görə tənliyin kökləri hasili isə c-yə bərabərdir. Əmsal 1 olduqdur. 2 vur 6 bərabərdir 16. Üçüncü, loqaritma 6-dan, loqaritma 4-dən, loqaritma 2 əsasdan x bərabər 0. İlk öncə biz ümumi baxacağıq. Misala soldan sağa həll edəcəyik. Yəni, loqaritma 6 əsasdan 0 bu ifadəyə bərabər. Yəni, loqaritma 4-dən, loqaritma 2 əsasdan x-dan 6 üstü 0. Yəni 1. İndi bunun özü də loqaritma 2 əsasdan x bərabər 4 üstü 1. Aha, x nəyə bərabər? 2 üzərində 4. 16-da. Bu loqaritma a əsasından b bərabər x. X bərabərdir loqaritma a-dan. Və xatırladaq ki, hər buraxılışı loqaritmadan sual düşür. Ona görə mövzuya daha diqqətli yanaşır. Oturacağı 4 buzaqlı olan prizmanın neçə üzü var? Burada prizmanın üzlərinin sayı dediyinə görə bir kənarlarını düşünün, aşağısı və yuxarısı. En üstə gəlir ki, üzlərinin sayıdır. Onda bizim 4 buzaqlı dediyi üçün 4 üstə gəlir ki, bərabər 6 üzü var. Və bunun 2n təpə nöqtələrinin sayı olacaq. Birdən lazım olar ona görə. Təpə nöqtələrinin sayı 2n. 4 buzaqlı prizma deyəndə bildiyimiz binanı təsvir edin gözünüzün qarşısında. 5-ci, deyir, y bərabərdir k bölü x qrafiki 3 mənfi 24-dən keçirsə, f mənfi 3-ü tapın. Bu o deməkdir ki, bu nöqtədən keçirsə, yəni x-imizi, y-imizi də burada deyil. Mənfi 24 bərabər k bölü 3. Bu zaman k mənfi 72-dir, düzdürmü? Tənlik deməli beləymiş. Mənfi 72 bölü x. F mənfi 3-ü deyirsə, yəni x-in yerinə mənfi 3 qoyacaq. Bu da bizə verəcək 24. Bunun cavabını istəyirdim. 6-cı. 1 bölü sinus 3x deyəsən bu 2020 ya 2019-un buraxılışı idi. Tənliyini həll edin. Çətin bir şey yoxdur. Sinus 3x, yəni 1-i nəyə bölənə mənfi 1 olar? Mənfi 1. Uşaqlar, siz bunu bildiyiniz xüsusi hallardan da istifadə edə bilərsiniz. Xüsusi hal nədir? Sinus mənfi 1-i harda alır? Deyirik ki, mənfi 1-i alır. 270 dərəcədə. 270 dərəcəni biz istəsək 3 bölü 2 ilə də göstərə bilərsiniz. Və yaxud da ki, mənfi 1 üstü k plus 1
pi böl 2 ilə göstərə bilərsiniz. Niyə görə? Mənfi 1 üstü k öz düsturudur. Burada olan mənfi 1'i atdımın üzərinə. Üstə gəlinsin və fikirləşməlisiniz təzədən harda alacaq? Yəni mənfi 90 bir də təzədən hərlənib fırlanıb gəlməlidir oraya. Üstə gəl 2 pi k. X də bərabərdir. Mənfi 1 üzərindən k plus 1 olacaq pi böl 6. Üstə gəl 2 pi k bölünsün 3 ilə göstərə bilərsiniz. Və yaxud da ki, bunu necə göstərmək olar? 3x bərabər mənfi 1 üstü k, 3 pi böl 2 üstə gəl 2 pi k, həmin eyni variantı. Mən sadəcə mənfi pi böl 2 ilə yazdım. Yeddinci. Kombinizon 7-dən 3 böl permütasiya 7. Bunu düsturundan necə olacaqdır? Yəni, kombinizona görə 7 faktorial böl 3 faktorial. Vur aradakı fərq 4 faktorial. Permütasiyada isə 7 faktorial sadəcə aradakı fərqi. Yuxarıdakını aşağıdakına görə sadələşdirərəm. 7 faktorialı 4 ilə yazsam 4 faktorial. Vur 5, vur 6, vur 7. 3 faktorialda 1 vur 2 vur 3, yəni 6 ilə göstərdim. Eyni zamanda 7-ni 4 ilə göstərirəm. 4 faktorial, vur 5, vur 6, vur 7. İxtisarına baxaq. 4 faktorialdan 4 faktorial getdi. 2 vur 3, 6 elədi. Yuxarıda qaldı 5 vur 7. 4 faktoriallar getdi. Aşağıda qaldı 5 vur 6 vur 7. 5, 5, 7, 7 getdi. 6'da 1. Bu da oldu yeni misal. Keçdik bir dənə 8-i də deyək. Deməli 10 kosinus kvadratı x üstə gəlsin 2 sinus kvadratı x. Biz bilirik ki, sinus kvadratı alfa üstə gəl kos kvadratı alfa bərabərdir 1. Yəni sinusun ən böyük qiyməti 1, kosinusun ən böyük qiyməti 1, sinusun ən kiçiyi 0, kosinusun ən kiçiyi 0. Əgər bu ikisini də eyni vaxta qoyanda cavab 2 çıxır. Deməli biz birinin ən böyük, digərinin ən kiçiyini tapmalıyıq. Məndən ən böyük qiymət istəyirsə, əmsalı böyük olan axtar. Aha, 10 ən böyükdür. Ona görə kosinusun yeri 1 oldu, ən böyük. Bəs kosinus 1 olanda sinus nə olur? 0. Oldu cavab 10. Əgər yox, bizdən ən kiçik qiymət istəsəydi, o zaman bura ən kiçik qiymət olacaqdı. 10 vur 0, üstə gəl 2 vur 1. O da eləyəcəkdir ki, deməli ən böyüyü və ən kiçiyi. O suallardan lazım olacaq. Yenə ehtiyatlı olaq. 9-cuya baxsaq. K'dır, N'dir, O'dur, P'dir, M'dir. Deyir, MP 3KN. X burada, 3X burada. Bu oxşarlıqla da yaza bilərsən. PK 16, P'dən K'ya 16. Deməli, bura X. Burada 16 çıx x. P'dən K'ya. Deməli, m'imiz də 20. Buradan burada 20'dir. Bax, biz bunu tamamlaya da bilərik. Bizdən K'ni soruşur, düzdürmü? Bax, bu şəkili belədir, düzdürmü? Mən bu şəkili tamamlayarım. Tamamladığımız zaman bura 16 verib, deməli burada 16'dır, düzdürmü? Bura 20 verib. Bura x'dir, burada 3x, onda burada 3x'dir. Pifagor teoreminə görə 16'nın kvadratı üstə gəlinsin. Bax, katetlərin kvadratı üstə gəlsin 4x'in kvadratı bərabərdir 20'nin kvadratı. 16x kvadratı 400'dən çıxıram 256'na. 16x kvadratı bərabərdir 144. X kvadratı bərabər 144 böl 16. Deməli, burada 9 dəfə ilə də 90'la və yaxud da ki 12 bölünsün 4, oradan da 3 çıxar. Birbaşa 9 yazıram, x'imiz 3. Gəlir bizdən K'ni soruş. K'in elə 3 imiş. İnşallah belə də eləyə bilərsiniz. Oxşarlıqdan da istifadə eləmək olar. Amma bu yol daha gözəl yoldur. 10-cu. A vektorunun koordinatları -2, 5 və B vektorunun koordinatları 3'ün 1. Və bizə deyir ki, A vektoru üstə gəlinsin B vektorunun uzunluğu. İlk öncə koordinatları biz cəmini tapmaq istəyiriksə, x'lar 1, y'lər 1 toplanır. -2 ilə 3 topladım 1.
5 ilə 1 topladım 6. İndi bunun uzunluğunu soruşursa kök altında 1'in kvadratı üstəgəl 6'nın kvadratı. Bu da bize verdi 37. Kök altı 37. 11. 5 üzerinden 2x plus 1 böyüktür 25. Bunu biz bu cür də paylaşa bilərik. Və yaxud da 5 üstü 2x vurulsun 5 böyüktür 5 vur 5 kimi yazsaq n1. 5 üstü 2x böyüktür 5 üstü 1. 2x böyüktür 1'dən, x böyüktür 1 bölü 2. 2'də 1'dən müsbət sonsuzdur. Və yaxud da 5 üstü 2x plus 1 böyüktür 5'in kvadratı. 2x plus 1. Biz burada 5'in kvadratı yazsaq 2'ni götürdüm. Çünki aşağılar eynidir və əsaslar 1'dən böyük olduğu üçün işarə dəyişikliyi olmur. Yenə eyni cavab alırız. Yəni hansı yolla istəyirsiniz ondan yazmaq olar. 12-ci. Deyir, kök altında 25'in kubu. Üstə gəlinsin. 5 vurulsun. Mənfi 3 üstü 6. 25'i biz 5'in kvadratının kubu yazarım. Əvvəlcə bu 6'nı sadələşdirim. Cüt dərəcə olduğu üçün mənfini məhv eləyə bilərik. 5'in üstü 6'dan 5'in kubu çıxar. 3 üstü 6'dan da 6 bölünsün 2, 3'ün kubu çıxar. Və yaxud da ki, belə 25'in 5'in kubunun kvadratı kimi görə bilərsiniz. 125 üstə gəlinsin. 3'ün kubu 27, 27 vur 5, 135. 260. İkinci sualda getdik. 13-cü sual. Modulda 2x minus 1 kiçik bərabərdir 3 bərabər sin təməllərin cəmi. Modul funksiyanı həll edən zaman 2x kiçik bərabərdir 3 üstəgəl 1 4. X kiçik bərabər 2. Bir dəfə olduğu kimi ikinci dəfə isə işarə və ədəd dəyişir. 2x böyük bərabər mənfi 3 plus 1. 2x böyük bərabər mənfi 2. X böyük bərabər mənfi 1. Deməli, mənfi 1 və 2 intervalında olan cavabları ödəyir. Mənfi 1'dən böyük və 2'dən balaca olduğu üçün. Mənfi 1 üstəgəl 0 üstəgəl 1 üstəgəl 2. Tam həllərin cəmi isə olacaq 2. 14. 2'nin kubu vur 3'ün kvadratı vur 5 üstü 1. Natural bölənlərinin sayı. Natural bölənlərinin sayını dedikdə isə qüvvətlərin bir vayda artırırıq və bir-birinə vururuq. Y bərabərdir mənfi 3a kvadratı üstə gəlsin 18a plus 1. A'nın hansı qiymətinə ən böyük qiymət alar? Biz A'nın hansı qiymətinə ən böyük qiymət almasını istəyiriksə, şərtimiz budur ki, A'mız mənfi D'miz sıfırdan böyük olmalıdır. A'mız mənfi D'miz sıfırdan böyük. Burada deyir ki, A'nın hansı qiymətində ən böyük qiyməti alar. Yəni hansı qiymətlərindən təsəvvür edik. Bizdən ən böyük qiymətini soruşmur. Onu da deyim, bunu da deyim. İlk öncə ifadəyə görə diskriminant sıfırdan böyük olmalıdır. Diskriminant A'mız mənfi, yəni buranın mənfi isə diskriminant sıfırdan böyük olanda bu misal ən böyük qiymət alır. Bu hansı hallarda olur? İfadənin tərkibindəki A'nın qiyməti böyük sıfır hallarında bu keçərlidir. Və birdən, əgər sizdən mənfi 3a kvadratı üstə gəlsin 18a üstə gəlsin 1 olsa və bunun ən böyük qiymətini istədikdə isə y0 bərabər 4ac çıx b kvadratı böl 4a 4 vur mənfi 3 vur 1 çıx 18'in kvadratı böl 4 vur mənfi 3. Yəni mənfi 12 çıx 324 böl mənfi 12. Bu da eləyir mənfi 336 böl mənfi 12. 336 böl 12. Bu da 4'e bölsə 75, 9 da oradan 84 böl 3. Aha, 4'e bölü. Bu da ki 84'ü 3'e böləndə 60 dənə 20, 26, 28 dənə. Bu onun en böyük qiyməti 28 olar. A'nın müsbət qiymətlərində bu ödənir. 15. Keçdik 16.
X kvadratı çıxılsın 9, x kvadratı üstə gəlsin 2 böyük bərabər 0 tənliyini həll edir. İlk öncə biz bura baxırıq ki, burada nə etsəydi, onsuz da müsbət. Neyi müsbətə vursaq müsbət olar sözündə isə x kvadratı çıx 9 böyük bərabərdir 0-dan. X kvadratı böyük bərabər 9, x böyük bərabər 3, kiçik bərabər -3. Deməli, -, sonsuzluqdan -3-ə birləşmə 3-dən də müsbət sonsuza. Yəni, həmin intervalları ödəyir. Həmişə bu cür misallarda baxın, görün, hansı imini bilir. Əsasən də x kvadratın üzərinə ədəd gələndə aldığı işarələrdir. 17 loqaritma 2 əsasından 20-ni kvadratı çıx loqaritma 2 əsasından 5-in kvadratı böl log 2-dən 10. Bunu bizdən soruşur. Buraya ehtiyac olmaz deyə onu həllini biraz uzun şəkildə yazmışsın üçün buradan birləşməz. Deməli, uşaqlar, ilk öncə müxtəsər vurma düsturu ilə də eləyə bilərik və yaxud da ki, açılışla da olar. Yazaram ki, bir dəfə loqaritma 2-dən 20 üstə gəl loqaritma 2-dən 5 loqaritma 2-dən 20 bu nə idi? 20 çıx loqaritma 2-dən 5 bölünsün loqaritma 2-dən 10. Deməli, bax bu vurmanın qaydası olacaq loqaritma 2-dən 100. Belə də yaza bilərsiniz. Bu da loqaritma 2-dən 4 olur. 2-dən 20 vur 5, 100 vur loqaritma 2-dən 20 böl 5 elədi 4. Çünki toplama vurmanın qaydasıdır, çıxma bölmənin. Burada 100 necə göstərə bilərik? Deyərik ki, 100-ü 2 əsasdan 10 üstü 2 göstərərəm. Loqaritma 2 əsasdan 2 üstü 2-ni də buraya yazarım. 2 gələr qarşı 2 loqaritma 2-dən 10 vur 2 loqaritma 2-dən 2 2-dən onlar getdi. Log 2-dən 2 1 verir. 2 vur 2 də elədi 4. Deməli, loqaritma 2-dən 20-in kvadratını çıxanda alırıq cavab 2-dən 4. Sonra baxın, lazım olsa yapara biləsiniz deyə. Belə deyirəm, müxtəsər vurma ilə açdıq. Başqa cür yol da var ha. Sadələşdirdik, çevirdik, birbaşa qarşıya atdıq hər ikisini də, sonra ixtisar. On 18 kök altında 7 üstə gəlsin 4 kök 3, üstə gəlsin 7 çıxılsın 4 kök 3. Bərabər. Biz demişdik ki, 8 sem qaydasında var ki, bu kök altının əmsalı 2 olarsa asanlıqla kök yarada bilərik. Deməli, mən bunu 2-ni saxlayıram. Buradakı 2-ni kvadratə yüksəldib içəriyə vururam. Eyni tətbiqi bura. 4-ü 2 vur 2. Həmin o 2-ni kvadratə yüksəltdim. 4, 4-ü 3-ə vurdum 12. İndi vurduqda 12, topladıqda 7 eləyən 2 ədəd tapıram. Eləyir 4 və 3. Olur, kök 4 üstəcə kök 3. Bu hissənin cavabı. İndi vurduqda 12, toplayanda 7 eləyən 2 ədəd tapıram. 4 və 3. Ancaq toplama olduqda əmsala toplama, burada olduqca çıxma yazır. Olur 2 üstə gəl kök 3, üstə gəl 2, çıx kök 3. Bu da bizə verir 4. Çünki qayda da belə idi ki, A üzərinə gəlsin 2 kök altda B. Deyir, vurma zamanı B olsun, toplama zamanı isə A olsun. Bunlar M və N olsa, olur kök altda M, plus minus kök altda N. Yəni, müsbət olanda müsbət, mənfi olanda mənfi. Və bu M və N'in həmişə birinci yazılsa, M-dən böyük qarşıya atmaq lazımdır. Bərabər halı yoxdur, çünki bərabər olsaydı kök olmazdı. Ondan sonra 18, 19. Deyir, ədədi silsilədə A2 bərabərdir 27-yə, A6 bərabərdir 15-ə, A3-ü soruşur. O zaman nə olacaq? Deməli, A6 bərabər A2 plus 4 dənə D. 15 bərabərdir, görürsünüz, azal-azala gedib. 27 üstə gəl 4D, 25-dən 12 bərabər 4D, mənfi 12 bərabər 4D, D də bərabər mənfi 3. A3-ü böyüyünü kiçiyinə əvəz eləyək. A2 plus D. 27 üstə gəl mənfi 3. O zaman A3-ümüz də olacaq nə? 24.
Daha hazır. 20 permütasiya 4'dən 4 çıx 6 vur x bərabər kombinezon ondan 2. Permütasiya 4'dən 4 4 faktorial böl 4 çıxılsın 4 faktorial çıx 6 vur x 10 faktorial böl 2 faktorial bir də bunların fərqi. 4 faktorial böl 0 faktorial elə bizə 4 faktorial verir. O da 4 faktorial nə deməkdir? 1 vur 2 vur 3 vur 4. Yəni 24 çıx 6 vurulsun x bərabər 10 faktorialı biz yazarıq 8 faktorial vur 9 vur 10 8 faktorial vurulsun 2 faktorial da 2 yazarım. 24 çıx 6 18 45 45 böl 18 9'a bölsəm 5 böl 2. Deməli x'imiz 2,5 imiş. Və yaxud da 2 də 5. 20'dən sual. Kubun diagonal kəsiyinin sahəsi 25 kök altı 2-dir. Olarsa onun həcmini tapın. Uşaqlar, əgər düsturu bilmirsinizsə ki, a kvadrat kök 2, o zaman bir kub təsvir edin. Qalanı çox aşkar şəkildə ortaya çıxacaq. Deməli, baxın uşaqlar, diagonal kəsiyi götürək. Məsəl üçün, buradan bura. Belə deyək də, belə düşünün ki, kubu diagonal kəsiyi əsas öz diagonalının aşağısında qalan hissəni və yaxud da bu cür götürə bilərsiniz. Tor kimi düşünə bilərsiniz bunu da. Deməli, bizim bir tərəfimiz A-dır. Bunun diagonalı da A kök altı 2 olduğu üçün sahə olacaq A vurulsun A kök altı 2 bərabər 25 kök altı 2 A kvadratı kök 2. Tərəfimiz oldu 5. Deməli, bunu belə çəkərəm, göstərərəm də bu hissənin aşağısında qalan hissəni. Deməli, uşaqlar, A-mız 5'dir və bizdən nəyi soruşur? Həzmi V də bərabər A kubu, o da bərabər 5'in kubu, o da bərabər 125. 22. Mənfi 2x kvadratı üstə gəlsin 6x üstə gəlsin 8 ən böyük qiymət. Y0 bərabər 4A z çıx B kvadratı böl 4A. 4 vur mənfi 2 vurulsun 8 çıx 6'nın kvadratı böl 4 vur mənfi 2 hərfləri yerinə qoyduq. A'dır, B'dir, C'dir. Mənfi 8 vur 8 mənfi 64 çıx 36 böl mənfi 8. 100 böl 36, 100 böl 8. 4'e böldüm 25, 12,5. En büyük qiymət. Sonra 23. Sinus onda 3 pi verib, kosinüs onda 3 pi ilə bunları verib. Burada bir lisans düsturudur. Sinüs alfa kos beta, kosinüs alfa sinüs beta. Sinüs alfa plus beta'nın düsturudur. Yəni sinüs onda 3 pi üstə gəlsin 5'də 1 pi. Bu da bərabər sinüs. Onda 3 ilə bunu toplayıram. Onda 5 və bizə verir. Onda 5 deyilir 2'də 1 pi. 2'də 1 pi 90 dərəcəni verir. Sinüs 90 dərəcəni alırıq. 1. Dünyaları yarıdan çoxunu yazdıq. ABC üçbucağında A1, B1, C1 oxşardır. Təxmini şəkillərini çəkək. Şərt o deyil, eynisi. Təxmini çəkirik onsuz da. Biri-birinin böyük də, kiçik də ola bilər. Deməli, deyir, BD və BD1 tənböləndir. BD və B1D1 tənbölən. Tənbölən bilirik ki, çıxdığı bucağı yarıya bölür. Sonra AS'nin A1 K1'ə A1 S1'ə nisbəti K üstə gəl 2. AS'nin A1 S1'ə nisbəti. Deməli, tərəflərinin nisbəti K bölüsü K üstə gəl 2'dir. B1D1 B1D1 K'dır. AB 12. B'dən D'yə qədər məsafə 8. A1, B1'i soruşur. Deməli, uşaqlar, biz nə edəcəyik? Biz bunu düsturla da tapa bilərik. Tənbələnin düsturu ilə də tapa bilərik. Və yaxud da ki, ən qəşəng yol. Bizə deyir ki, bax, AS'nin A1 C1'ə nisbəti K üstə gəl 2. Yəni deyir ki, bu tərəfin, bu üçbucağa nisbəti K üstə gəl 2. Çünki tənbələn, median, hündürlüyü, tərəf, perimetr hamısı eynidir. O zaman 8'in də K'ya nisbəti
bərabər olacaq, o da k üstə gəl 2-yə. Çünki o da tən bölənlərin nisbətdə k üstə gəl 2-dir. Və bizdən nə soruşur? A1, burada bir x atarım. O zaman 8 bərabər k vur k üstə gəl 2. Bunun kvadrat tənliyi həll eləyərək k kvadrat üstə gəlsin 2k üstə gəlsin çıxılsın 8-dən də yaza bilir. Və ya da k-ya bir dənə qiymət verməklə tapmaq olar. K-ya məsəl üçün 2 versəm, cavab hazırdır. 2 vur da, k 2-dir. Aferin. O zaman 8-in 2-yə nisbət görüldü mü? Deməli, buradan bura neçə dəfə azalıb? 12-nin x-a nisbəti, 8-in 2-yə nisbəti. O zaman bərabər 4, x-imiz də bərabər 3. A1, B1 də bərabərdir 3-ə. 24, 25. Deyib, x-imiz 2y, x üstəcə 4y. Burada x-in yerinə 2y yazsam, 6y bərabər 18, y bərabər 3. Gətirib yerinə qoysam, x-in də bərabər 2y, x-in də olur 6. Məndən bunu istəyirdim usta. Tərəfi 6 kökü olan kvadratın sahəsi. Kvadratın sahəsi a kvadratı bərabər 6 kök adlı 6-nın kvadratı. 36 vur 6 bərabərdir 216. Katetləri 3 və 4 olan düzbucaqlı üçbucağın sahəsi. Düzbucaqlı üçbucağın sahəsi S bərabər 2-də 1 AB. Yəni 2-də 1 vur 3 vur 4. Sonra B-in həndəsə silsiləsində B7-ni verib bu. B5, B6, B7, B8, B9 soruşur. Uşaqlar, biz bunu nə edə bilərik? 2 yolla yaza bilərik. Ya əmsinin ən böyüyünü ən kiçiyi ilə əvəz etmək. Və yaxud da ki, biz bilirik ki, ortadakının kvadratı onunla eyni məsafədə olan ədədlərin kvadratı, ədədlərinin kvadratları hasil edir. Yəni, B7-nin kvadratı bərabər B6 vur B8. Bizə B7-yə neçə verib? Kök 3. Onda B7-nin kvadratı nə elədir? 3. Yəni, uşaqlar, artıq bunların hasili kök 3. Üzr istəyirəm 3. B7-nin kvadratı bərabər 2 addım uzaq, 2 addım yaxın. Belə düşünsək. Aha. Bunların da hasili yenə B7-nin kvadratı 3. Deməli, bu ikisinin hasili 3. Belə yazıram. Bu ikisinin də hasili 3. Bir dənə bu yazıq qaldı burada kök 3. 9 kök 3. Belə də deyə bilərsiniz. Və yaxud da hamısını B5-ə gətirməklə də, və yaxud da B1-ə gətirməklə də olar. Çoxdur, yəni şərait var. 29 mənfi 2 kiçikdir, x kiçik bərabər 4, mənfi 3x üstə gəlsin, 2y üstə gəl 4. Bax, ilk öncə mən buradan y-i taparım, yəni deyəcək y-in qiymətləri. 2y bərabər 3x keçdi, bu yana mənfi keçdi müsbət, müsbət keçdi mənfi. Y də bərabər 3x çıx 4 bölü 2. Düzdür. İndi uşaqlar, və yaxud da biz buradan x-i tapsaq necə olar? Mənfi 3x bərabər mənfi 2y çıx 4. X də bərabərdir. Mənfi 2y çıx 4 böl mənfi 3. Hər tərəfi mənfiyə bölsək, 2y üstə gəl 4 böl 3 olar. İndi bunu gətirib burada yerinə qoy. Bunu eləyəndə x tapırsan. Bunu elədiksə, bunu istəyəndə y olur, bunda x olur. Mənfi 2, 2y üstə gəl 4 böl 3. Hər tərəfi 3-ə vuraram. İndi hər tərəfdən 4 çıxaram, çünki sağdan sola gedirəm. Hər tərəfi 2-yə vurubsa, mən də 2-yə bölərəm. 2-yə böldüm, nə qalıb? 4. İndi bizdən nə soruşur? Deyir, y-in al bizə qiymətlərin cəmi. Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0. Birbaşa 0 demişsə, yenə deyirəm. Çünki modul kimi düşündük burada. Cəmi olur 0. 29. Baxın. 2 qat bərabərsizliklə həmişə olur. 30. 2 dənə funksiya verib, bunların kəsişmə nöqtəsini istəyir. Onu da bərabər elə. Elə 4x-lar getdi. Mənfi 9, x kvadratı bərabər 9. X-imiz 3, x-imiz mənfi 3-dür. Aha, yəni bundan iş biz bitmir. X-a 3 versək, y-imiz nə olacaq? Mənfi 3 versək, o nə olacaq?
Deməli, x-ə 3 versək, 4 vur 3 çıx 9. Sonra və mənfi 3 versək, 4 vur mənfi 3 eləyəcək. Mənfi 12 çıx 9, mənfi 21. Bunu soruşurdu. Sonra bu ifadəni verib 31. Loqaritma 5-dən 1000. Mən bunu yazaram. 5-dən 10'un üstü 3. Ataram qarşıya. Heç yazmasaq da olar. Çünki burada 5-dən 8 çıxacaq. Heç yazmıram. Çıxılsın, qərarsız qalmaq belə çətinmiş. Çünki niyə? İkisində də yol var. Buradan da 8-dən də kubu atacağım qabağa. O kublar çıxacaq da qabağa. Ona görə deyirəm. 3 apardı. Loqaritma 5-dən 1000. Çıx loqaritma 5-dən 8. Çıxma bizə bölməni ifadə edirdi mi? 1000 böl 8. 125 bizə 5'in kubuydu. Bərabərdir 3. Mən necə deyirdim? Onun kubunu kimi yazıb kubu qabağa. 8-dən kubu atırdım qabağa 2 qalırdı. Əmsal gəldi qarşıya, cavab 3 hazır orada. Burada çünki cavab daha asan da ola bilərdi. 1. Yəni elə 32'ni də burada deyək. Deyir 2, 3, 4, 5, 6 n'in m'dən fərqi. Yəni n'da olub m'də olmayan. 2 var mı? Baxıram, yoxdur. 3 var. 4 yoxdur. 5 var. 6 yoxdur. Deməli n'in m'dən fərqini müəyyən edib. 33. Kosinüs 4x. İndi çarpaz vuraram. Tangens 63. Vur tangens 27 olar. Biz bilirik ki kosinüs 4x. Tangens alfa kotangens alfa vuranda 1 olur. Və yaxud da toplayanda 90 eləyirsə, o zaman mən bunu göstərə bilərəm nə? Kotangens 27. Vur tangens 27. Sonra düsturlarda verilmiş ki tangens alfa var, kotangens alfa bərabər 1'ə. Xüsusi hal olaraq kosinüs 1'i harda alır? Ancaq 2 pikada. X nəyə bərabər? X'in əmsalını bu vurubsa sən bölürsən. Pika bölü 2. Sonra 34 deyir A mənfi 4, 7 nöqtəsi koordinat başlanğıcına nəzərən. Koordinat başlanğıcına o 0, 0 koordinat isə A iştirak. Yəni hər ikisinin əksi. Mənfi 4, 4 olur, 7 olur, mənfi 7. Deyir A vektorumuz 4 mənfi 3 və B vektorumuz mənfi 5, 2. Skaler hasili. Skaler hasili olacaq. 4 var mənfi. X1, X2 üstəlik Y1, Y2. Mənfi 3 vur 2. Mənfi 7. Bu oldu bizim skaler hasilimiz. 36. Radiusu 3'tür. Kürenin sətin sayısı 4 pi yeri kvadrat. 4 pi vur 3'ün kvadratı 9. Elə də 36 pi. 37. 3 üzərindən kök 3. Üstündən kök 3. Qüvvətlər bir-birinə vurulur. Olur 3 üstü. Kök 3 vur kök 3. Kök 9. 3 olur. Oradan çıxacaq 27. 4 çıx kök 3'ün tam hissəsinin kəsir hissəsinin ikisini taparıq. Təqribən qiyməti olaraq fikirləşirik. Kök adlı 3 1.7 civarında bir ədəd olsaydı, 4 çıxılsın 1.7, məsələn 73, bu eləyəcəkdir 2 tam %27. Bunun tam hissəsi 2, kəsir hissəsini tapdıqda isə ədədindən çıxırıq tam hissəni. O deyir 2 çıx kök 3. Kəsir hissəyə ehtiyatlı olun. 39. Deyir ki, 4 çıx kök 2, bunun qoşması təbii ki, bunlar hamısı imtihana düşmüş suallardır. 4 üstə gəl 2 olacaq. Çıxmanın qoşması toplamadır. 40. ABC 3 buzağında birini çəkək. AB 2, BC 3. Buzaq ABC 60 dərəcə. A seni soruşur.
Əgər belə bir misal olanda avtomatik kosinüs tərtib elə bil. X kvadrat bərabərdir A kvadrat üstə B kvadratı çıx 2AB kos alfa. Hemen düstur. Kosinüs tərtib düsturu. 2'nin kvadrat üstəyənsin 3'ün kvadrat çıxılsın 2 vur 2 vur 3 vur kosinüs 60 dərəcə. Bunu da belə yazaram. 2'nin kvadrat 4, 3'ün kvadrat 9, 13 çıx 4 vur 3 12 kosinüs 60 dərəcə nə olur? 2'də 1. 13 çıx 6 bərabər 7. Sən demə x-imiz kök altda 7. Normalda plus minus kök 7 deyilir, amma məsafə mənfi ola bilməz deyə mənfi kök 7 nəzərə alınmır. Bu qədər. Davamlı olaraq nəsə bir sualınız da olsa, mənə əlaqə nömrəsi vasitəsilə də yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.